ilə bağlı doğru fikirlər hansıdır? Baxaq burada, məsələn, 2 tamamilə belə deyək də, doğrudur deyə bilərik. Defisdə yazılan qeyri-müəyyən əvəzlik yoxdur. Biz əvəzlikləri yadımıza salsaq, ümumiyyətlə əvəzliklərin içində defis işarəsindən istifadə olunan bir əvəzlik görə bilmirik. Ona görə hələ ki 2 doğru fikirdir. Bu səbəbdən B-ni və D variantını atırıq. Qalır əlimizdə A, C, bir də Y variantı. 5 bəzi öz əvəzləri yalnız 3-cü şəxsin mənsubi şəkilsini qəbul edir. Mənim özüm, sənin özün, onun özü, bizim özümüz, sizin özünüz, onların özü şəklində biz əvəzliyi mənsubilə görə dəyişə bilirik öz əvəzliyini. O səbəbdən deməli yalnız 3-cü şəxsin mənsubi şəklini qəbul edir fikri yanlış olur. Bütün şəxslərin mənsubiyyətini qəbul edə bilir. 5 yanlış fikirdir. Bizdən doğru fikir istəyir. 5 olanları silirik. Biz 2-yə dəqiq doğru dedik, 5-ə də dəqiq yanlış dedik. O səbəbdən əlimizdə qalır 1, 2, 4 A variantı. Şəxs əvəzləri əşyanın adını bildirmir, onu əvəz edir. Defisdə yazılan qeyri-müəyyən əvəzlik yoxdur. Elə belə əvəzlikləri qrammatik homonimliyə malikdir. Elə belə əvəzliyin qrammatik homonimliyindən danışdıqda da biz onların ədad kimi də çıxış elədiyi məqamı görürük. Yəni köməkçi hissəsi ilə bir homonimlik daşıyırsa, bu qrammatik homonimlik hesab olunur. Ona görə 1, 2, 4 olur cavab. Bəli, A variantı olur. Bütün qeyri-müəyyən əvəzliklər deyir cəmlənir. Biz baxırıq qeyri-müəyyən əvəzliklər, məsələn, heç kəslər şəklində ümumiyyətlə cəmləyə bilmirik. 3 də yanlışdır. Cavab A variantı 1, 2, 4 və testi işləyərkən daha çox, bax belə variantlı rəqəmlərlə olan testləri işləyərkən daha çox fikir veririk nəyə? Dəqiq bildiyimiz variantların rəqəmlərin üstünə gedirik. Ondan eləmələr aparırıq, ixtisarlar aparırıq variantlar içindən və doğru cavabı rahatlıqla, asanlıqla, vaxta da qənaət edərək tapıb çıxardırıq.